pensiya yaşı sizcə Azərbaycanda hazırda məqbuldurmu? Bizim də AK Parti olaraq ümumiyyətlə təklifimiz odur ki, ümumiyyətlə pensiya yaşı aşağı salınmalıdır. Bizim təklifimiz odur ki, kişilər üçün pensiya yaşı 59 yaş müəyyən olunmalıdır. Qadınlar üçün isə 54-55 yaş müəyyən olunmalıdır ki, bu insanlar həyatlarının bəlli bir hissəsində normal, yəni gündə səhər saat 8-dən qalxıb axşam saat 6-ya qədər işləmədən yaşaya bilsinlər. Deyilə bilər ki, dünyada da pensiya yaşı bəzi ölkələrdə uzadılır, hətta Avropada filan da, amma biz gəlin orta yaş həddinə baxaq. Azərbaycanda insanların orta yaş həddi aşağı düşüb. Hətta bizim dövlətin özünün verdiyi statistikaya görə, dövlətin rəsmi orqanlarının verdiyi statistikaya görə Azərbaycan kişilərinin 45% pensiya yaşına çatmadan dünyasını dəyişir. Yəni 100 kişidən 45-i pensiya almadan dünyasını dəyişir. Yaxşı, bu insanların yaşamaq hüququ yoxdurmu? Yəni bu insanlara sən 65 yaş qoyursan, 65 yaşa çatmır bu insan. Hələ mən demirəm ki, 65 yaşdan sonra məsələn 67-də, 68-də, 69-da 2-3 il müddətinə neçə kişi yaşayır. Hələ bu qadınlarımız da. Ona görə məncə pensiya islahatları aparılmalıdır, yaş aşağı salınmalıdır, pensiyanın hesablanması yenidən aparılmalıdır. Pensiya insanların yaşlı vəziyyətində rahat yaşamasını və istirahət eləməsini təmin edən bir müavinət olmalıdır. Bizdə isə pensiya ölməmək üçün quru çörəyə və suya çatan bir müavinətdir, təəssüf ki.